milyard saat bu filmlərə baxış olub. Netflix platformasında cəmi 90 günə bu top 4 seriala görə 1 milyarddan çox baxış olub. Martinlə mən bu top sıralamaya başlayırıq. 4-cü yerdə Squid Game. Cənubi Koreya istehsalı olan bu film 265 milyon baxışıyla tarixin ən çox baxış olan seriallarına daxil olub. Serialın unikal konsepti izləyiciləri cəlb etdi. 3-cü yerdə Stranger Things ümumən 1,8 milyard saat baxış olub. Bu seriala baxmamışdan qabaq inamım yox idi. İlk dəqiqələrdən fikrimi tamamilə dəyişdim. Serial bitəndə hələ bir depressiyaya düşmüşdüm. 2-ci yerdə Wednesday filmi. Ümumən bu seriala 1,7 milyard saat baxış olub. İnanmırsan? Onda səndən sonra danışarıq. Tim Burton rejissorluğu ilə çəkilən bu möhtəşəm serial Adamslar ailəsinin maraqlı sujetindən bəhs edir. Bir ara TikTokda trend var idi. Dance, bax o həmin serialdır. Və sonda 1-ci yer. Olduqca dəhşətli sujeti olan bu serial real hadisələr üzərində çəkilib. Və bu serialın baxışı 1 milyarddan çox saat təşkil edir. İnanmıram ki, bir nəfər olsun ki, bu seriala baxmasın. Manyakdandır, olduqca qəddar özdə. Əgər baxmayan varsa, mütləq bugün ona bax. Bu serialların linkini tapa bilməsəniz, mənim Telegram səhifəmə daxil olun, orada hamısını paylaşmışam. Ümumiyyətlə sizin ən sevdiyiniz serial hansıdır? Yazın, müzakirə edək. Və sonda birinci olan yerdə filmimizin adı Dahmer, Jeffrey Dahmer Story. Mitofilm məsləhət görür top film.